Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, biz Sağdaş Təhsil komandası olaraq bu günlərim Azərbaycanımızın çox gözəl rayonu olan Ağdam rayonunda, Xındırıstan kəndində biz illər əvvəl dəfələrlə gözəl mövzu məqalələr götürmüşük. Bəli, əlbəttə ki, Xındırıstan Kənd Məktəbinin direktoru Ramil müəllim də gözəl ziyallı kimi tanıyırıq, gözəl müəllimi kimi tanıyırıq. Buradan fürsətdən istifadə edir Ramil müəllimə də dərin təşəkkürümü bildirirəm. Mən Vüsal Kəlbəcəri hər zaman biz Ağdam təhsilinin yanında və Ağdam təhsilinin uğur və nailiyyətlərini işlandırmışam. Bu günlərimiz Xındırıstan Kənd Tam Orta Məktəbinin qabaqcıl və nümunəvi şagirdlərindən birini sizlərə təqdim etmək istəyirəm. Gözəl balamız, adın, soyadın? Eyvazova İnci. Çox gözəl. Eyvazova İnci balamız. Gələcəkdə böyüyəndə hansı peşənin sahibi olmaq istəyirsən? Azərbaycan ədəbiyyatı. Çox gözəl arzu edirik. Gələcəkdə ən yüksək balla ali məktəbə qəbul olasan, vətənimizin başını uca eləyəsən. Uğurların bol olsun, nailiyyətlərin bol olsun. Gözəl balamız. Yaxşı, gözəl bala, bu nailiyyətləri əldə eləmişsən. Sənə təşəkkürümü bildiririk inşallah. Bax, nəyə görə Azərbaycan dili ədəbiyyatı müəllimi olmaq istəyirsən? Müəllimlərindən hansını sevdin? Yoxsa özünün uşaqlıq arzundur? Həm özümün uşaqlıq arzumdur, həm də müəllimlərimə daha çox həvəslənirəm. Hansı müəllimləri daha çox sevirsən? Abbasov Mətanət, Cəfərli Tuncay. Tuncay müəllim. Çox gözəl. Və məktəbin direktorunun adı nədir? Ramiz Səlman. Çox gözəl. Ramiz müəllimi sevirsən, çox istəyirsən? Bəli. Və sənə də uğurlar dilərik, nailiyyətlər dilərik. Bizə bu gün 2025-ci il, neçə ayımızdır və 21 fevral tarixi. Bizə nə söz verirsən? Gələcək vətənimizin başını uca etməyə söz verirsənmi? Azərbaycanımızın bayrağını yüksək yerlərdə qaldırmağa söz verirsənmi? Biz də sənə söz veririk ki, hər zaman sənin uğur və nailiyyətlərini işlandıracağıq. Uğurların bol olsun, nailiyyətlərin bol olsun. Hər zaman vətənimizin başını uca eləyəsən. Təbrik edirəm, gözəl balamız, nailiyyətlərin bol olsun, hər zaman vətənimizin başını uca eləyəsən. Təşəkkür hörmətli izləyicilərimiz. Xındırıstan Kənd Tam Orta Məktəbinin qabaqcıl və nümunəvi şagirdlərindən birini sizlərə təqdim elədim. Təşəkkürlər. Hörmətli izləyicilərimiz, bəli, biz də bu günlərim İnci balamız üçün gəlmişdik, gözəl müsahibə götürək. Amma İnci balamızın nənəsi də illərin həyatını təhsilə fəda verən müəllimlərdən biridir. Adınız, soyadınız nədir müəllimə? Hüseynova Lətafət Zakir. Nə arzuluyorsun nəvənizdə? Nənənin arzuları böyükdür. Ən birinci can sağlığı. Can sağlığı olandan sonra elmdə, təhsildə, hansısa bir sənətdə geniş vüsət alıb, genişləndirmək, nə bilim, quruculuq işlərində heç olmasa azacıq da olsa, payı olsa mənim üçün fərəhdir. Çox sevinirəm. İndi də bu günləri bunun haqqında gözəl düşüncələrə görə, yaxşı çalışqan şagird olduğu üçün gəldiyimizə görə sözlərin çoxunu unuduram. Sizin adınız, soyadınız nədir müəllimə? Hüseynova Lətafət Zakir. Siz də 30 neçə il işləmisiniz müəllim? 35 il mən də ibtidai sinif müəlliməsi olmuşam. Sizə öz adınızdan dərin təşəkkür bildirirəm. Çox sağ olun deyirəm. O gün olsun ki, İnci balamız ən yüksək balla ali məktəbə qəbul olsun. Biz onun gözəl haqqına çəkişək. Allah mənə ömür versin o gün. İnşallah. Amin. Təşəkkürlər minnətdarım. Sağ olun. Sağ olun sizə də.